Bismillahirrahmanirrahim. Ulu Tanrı adı və yadı ilə Beyin Mühəndisliğinə qarşı Türkçə əski kitablar proqramının 406-cı bölümün Allahın adı və yadı ilə başlayıram. İnşallah xeyirli olsun. Gedək görək ki, bu günləri hangi kitablar şansımıza çıxır ki, onunla tanış olalım və görək ki, bizlərə üçün geçmişdən, ata-babalarımızdan nələr gəlir. Geçən cəlsədə bir kitaba baxdıq ki, səhifə idi, amma yəni keçən cəlsədə iki dənə böyük Türk imperatoru desək, sultan desək, onların kitabları ilə tanış olduq. Biri Həzrəti Babirşahın Babirnamə kitabı, Mübəyyin adında, üzr istəyirəm, Mübəyyin adında olan kitabı, ikinci kitabını oxumadıq, yəni Babirnaməni oxumamışıq. Bu hər iki kitabın ikisi də Cığatay türkçəsi ilə ki, o zaman Teymurilər dövründən ədəbi bir dil olaraq, yazı dili, düşüncə dili olaraq Türk dünyasının müştərək və ortaq dili olduğu üçün onlarda yazılıbdır. Özəlliklə Babirşahla ki, bugünkü Hindistan, Bangladeş, Pakistan və Əfqanistan kimi yerlərin hakimidir. O cür bir şahın dili ilə Sultan Şeybani ki, Şeybanilər hakimiyyətin qurubdur. Onun yazdığı kitab və dil aynıdır. Bununla belə ki, siyasətdə, orduda torpaqları genişlətməkdə mübarizə edirlər, savaşırlar, amma fikir alverindən çəkilmirlər. Və hətta Şeybani zahirən Babirşah zahirən Şeybaninin şeirlərinə cavab da yazır. Bu qədər, bununla belə ki, fasilələr çox daha uzaqdır. Şeybaninin divanı ilə tanış olduq. Bu ikisi də gördük ki, şeydə də çox da əla kitablar, çox dərin şeirlər və çox dərin kitablar. Özəlliklə Şeybani həzrətlərinin divanı çox dərindir məna olaraq, Hafizdən çox üstündür məncə. Amma Mubinin Mübəyyin kitab adlı kitab, Babirşahın kitabı, bu oxuduğumuz kitabsa dini məsələlər, siyasi məsələlər haqqında oğluna təlimat amacı ilə yazılıbdır. Cəlibdir ki, bu kitabların ehtimalən biri, yəni yadımda qalan Şeybani həzrətlərinin yazdığı o divan qızılla da şeirin qıraqları nəqqaşlı olubdur, qızılla olubdur. Bu da o kitaba əhəmiyyət verdiğini görsənir. Gedək görək bu günləri hangi kitab oxuyacaq? Bir dənə kitab oxuyacağım hızlı və çox qısa, çünki telefonumun batrisi qurtarır. Ondan dolayı bir kitab qısa. Burada Nuri Süleymaniye ya Osmaniye diye bir kitapdır. Nuru Osmaniye diye bir kitapla karşılaşırıq. PDF göstərir ki, bunun 317 səhifəsi var. Birinci səhifəni görürük burada. Diqqət buyursanız, bunu biraz kiçildim, səhifəyə yerləşsin. Bəllidir, kitabın ortasından bir yerdə yox. Yəni kitabın əvvəlləri yoxdur. Ortada yetişmişik bir yerə. Bəlkə də bu əvvəlindən bir-iki səhifə yox olubdur. Fehristidir burası. Bilmirəm. Bilmədiyim üçün də bunda qaldım ki, bu necə oldu birdən-birə səhifənin cildin içindən elə birdən getir birinci səhifədən ki, məmulən əski kitablarda 6-7 səhifə, məmulən 8-ci səhifədən başlarlar yazıya, ya 10-cu səhifədən başlarlar yazıya, belə boş qoyarlar. Burada birdən-birə gedir bura. O 6-7 səhifə həm kitabı alanların yazmağı üçündür, həm də ki, onların bəzi yerində kitabın adını yazırlar, bir vəqf olsa o vəqfi yazırlar falan, bütün yerlər qoyulur kitaba. Bu kitab 317 səhifə görsənir PDF-də. Amma PDF-ə baxanda görürük ki, PDF-in hər bir səhifəsində kitabdan 2 səhifənin əksini qoyublar. Bu da buna gəlir ki, gərək onu biz 2-yə qatlayaq, yəni onlar 634 səhifəlik bir kitabla qarşı-qarşıya olacaq. Kitabın birinci səhifəsini görürük, cildi
təəssüflə görsənmir, görək nə cürdür. Amma bu şəklə baxanda görürük ki, kitab çürüyüb ortadan. Yəni Şirazə tərəfdən kitabın çürümağını görürük. Kitabın rəngi birinci səfhədə yazılar olan yerdə o ahar ki vurmuşmuşlar buna, o ahar təqribən aradan getmək üzrədir. Eyni halda o yazılar, cədvəllər çəkiblər və onların içində yazıları, səfələri yazıblar. Onlar da təqribən silinmək kimidir. Yəni kitab bu səhifədə çox köhnəlir. Kitabın ikinci səhifəsinə gələndə görürük ki, bir şey mənim diqqətimi çəkdi. O da budur ki, səfhələrin başında ya aşağısında ya yanlarında nömrə qoymayıbdır. Amma aşağıda cədvəldən eşiyə, çarçivədən eşikdə aşağıda və quşə tərəfə yaxın sonki vərəq hangi kəlmə ilə başlayacaq onu yazıb. Amma əksi kiçik saldıqları üçün bilmirəm bu kitab harda saxlanır, çox xəsislik eləyiblər. Əksi kiçik saldıqları üçün kitabın aşağısından, yuxarısından və hətta ehtimalən qıraqlarından dörd tərəfindən desək kəsilibdir. Bu belə görsənir. Yəni naqis düşübdür. Kitabın ortasında yenə də o ehtimalən su da gəlib kitaba, ehtimalən o şeyi görürük. Məncə su nəm səbəb olub ki, bu kitabın o aharı da xarab olmağa tərəf getsin. Birinci səhifədə də bunu çox görürük, ikinci səhifədə biraz az görürük. Kitabın özəlliyindən danışsaq, kitabın, indi bu əksində görsənəni mən deyəməyə məcburam, çünki kitabın özünü görmürəm. Üstdən 1 sm dövrədən, hər 4 dövrəsindən kitabın, yazının 1 sm qədər boş yer qoyubdur. Ondan sonra bunun içində bir neçə xətt ilə ki, gözlə mən indi bunları görüb gərək çox yekəldən görəm. Calibdir ki, qırmızı abı, qərə, yəni bir dənə xətti qırmızı abı, qərə beləsi çəkiblər. Sonra biri ağdır, sonra biri abıdır, sonra bir qırmızıdır, sonra biri abıdır, sonra bir qırmızı və bunlar dəyişkəndir. Yəni bu cür deyil ki, bir xətt cizgi başdan başa 4 tərəfdə, məsələn qərə olsun, abı olsun, qırmızı olsun, sarı olsun, yox. Kiçik bölünübdür. Onun üçün də bu 4 rəngdən istifadə ediblər. 4 dana 1, 2, 3, 4, 5, hətta 6. 6 dana cizgini bir-birinin içində yarım santimetrdən aza yerləşdiriblər. Belə bir çarçivə çəkiblər. Sonra bu çarçivənin içində yeni bir çarçivə çəkiblər. Kitabın əsli kitabı onun ortasında yazıblar. Onun başında da Bismillah'a yer qoyublar, ya kitabın adına yer qoyublar, təəssüflə ya xoşbəxtlik o da ehtimalən qızılla yazılmışmış, kitabın adı ya Bismillah orada yazılmışmış, amma biz onu görmürük, təəssüflə. Kitabın o yazısından eşikdə, kitabın əvvəl özünü deyim, o yazı ki, əsl yazıdır, onun xətti çox gözəl, farscadır özü də nəzərə gəlir. Bəli, çox gözəldir, amma farscadır. Belə görünür. Birinci səfəsi. İndi görək ki, bunun bəzi kəlmələri qırmızıdır, bəzi kəlmələri yəni əsli yazı qərədir, amma orada qırmızı kəlmə ilə yazılıb da ayələrin qırmızı ilə ayatı, Qur'anı, əhadis olsa onları qırmızı yazıbdır, amma üstündə onların səsində ə, e, ö, a, u, i də qoyubdur ki, rahatca oxunsun, hətta təşdidi də qoyubdur. Qıraq yazıya baxaq, görək ki, qıraq yazı nə cürdür? Əgər farsca olsa bilirsiniz, bizim qaydələrimizə, usulumuza düz gəlmir. Ehtimalən bu kitab farscadır. Mən bunun qıraq yazına bitərib məqsud, cüstücü, ənayət-i ilahi. Bu kitab ehtimalən farscadır. Bir neçə səhifə gedim önə və əgər farsca olsa bunu burada buraxaq. Çünki biz farsca kitabları oxumuruq feylən. Gedim bir 50-ci səhifədə, 100-ci səhifəyə getdim. Görüm ki, burada farscadır, türkçədir. Burada əlbəttə hardan başlayır? Türkçə başlayır.
Bəli, türkcə başlayır. Qeydim dalıya. Görürüm ki, acaba bu dalılıq gəlsək yenə də əcib kitabdır. Çox dilli bir kitabla qarşı-qarşıya gəlirik. İndi bunun qıraq yazıları da çox fərqli çərçivələr düzülüb. Bunun isə çox gözəl bir kitabdır əslində. Bu o cəhətdən buna baxmalıyıq. Çox şuluq kitabdır eyni halda. Bəzi yerlər çox kiçik yazılıbdır. Mən bunun türkcələrini istəyirəm, axtarım, görüm ki, nə cür bir qəzet. Əvvəldə bir şey yazmışdı. Gedək kitabı beləsi bir baxaq. Bir neçə yerdə indi biz gəldik kitabın əvvəlindən baxdıq təzəşdən. Başda bir dedik təzhib vardı. Ondan sonra bir neçə səhifə keçir bir təzhib, yəni PDF-in 6-cı səhifəsində bir ayrı təzhib ilə ki, içində də bir yazısı var. Nədir? Orada burada bir elə bir türkcə yazı başlayır. Mən bunu biraz yeçətməliyəm. Əlbəttə çox da narin yazıbdır. Farscası rahat oxunur, amma ayaq nəzər etməsi çizidir, belə inşaatın investigasiyası kelam içindən. Şükür spası bi haddi bi yas ala hazreti adam an. Farsda hala burası hardan bunun türkçəsi olur, onu baxıram ki, görün bunu. Bu kitab farscası çoxdur. Türkçəsi hardan başlanır onu bilmirəm. Kitaba hala baxıram, görürüm ki, bir ehtimalən şeiri şey edir. Qıraqda şeirlər farsıdır. Ehtimalən qıraqda bunları şərh edir və bəlkə də şeir şəklində, bilmirəm, bunu indi gərək adam oxusun, görsün, çünki nəzərə gəlir şeir modeli bir şeydir. Əzin illət neticə bəzi dekin است ز هستی مست گشته آنیت و مست. Tamam, beləsi bir kitabdır. Mən bu kitabı qoyum qırağa. Çünki düzdür, 100-cü səhifədə bir şey gördük. Türkçə gördük, amma indi burada 66-cı səhifəyə məsələn gəldik. Görək ki, burada bunu qoyuram qırağa. Türkçəsi də olsa mən bunu qoydum qırağa. Əlbəttə burada türkçədən başlayır. Hardan başlayıb? Burada deyir ki, əhlullah qatində əyan, nə zəbanə hacətdir anə, nə dəhan. Belə bir şeylə başlayıbdır. Bəli, buradan başlayıb türkcə
qıraq yazıları türkcədir. Şeir haləti var. Bidət ilə olmaya aludə həm söyləyə söyləməyə sözü kəra. Ehtimalən bu şeir nəcr oxunacaqdır. 92-ci səhifədə mən bunu gördüm. Ola bilər ki, o birisi səhifələrdə də olsun. Şeir özü də türkçəyə çevrildi. Hardan çevrilir? O da cəlibdir. Dərə eşq aşıqı, aşıq oldur kim? Kitab bir yerdən çevrilir. Yəni əsl mətndə çevrilir türkçəyə. Hardan çevrilir? Qeyraq bir dalıdan bir baxaq görək ki, bu kitab ehtimalən 2 kitabdan ibarət olacaqdır. Rübaiyata gəlibdir. Surət tənrif can verən dildən ana zində rəvan aləmin qılğına xəlqinə can olur. Bunlar rübailərdir. Təqribən çoxu türkçəymiş, amma mən bunu vaxtım olmadığı üçün bunu qoyum qalsın bir ayrı günə. Burada da bir elə bir şey. Həft Vadiye Həzrəti Ətim Şərqi Qədəsülü Avhimiye Şərqi, nə belə bir adı var ehtimalən. Bu kitabı oxumaq çox cəlib olar, amma zamanım modan çəndan dur gərdun sənim in mübarək dərr məknun. Burada zahirən buradan başlayır türkcə. Əgər bu qisməti oxumaq ola bilsə adı Həft Vadiye Həzrəti Ədhəmi Şərqi Qəddəsə Sirruh. Ehtimalən belə bir adamın adıdır. Bu 68-ci səhifədən türkcəyə başlayır, belə görsənir. Belə görsən ki, 68-ci sətirdən başlayır və sonra əlbəttə yenə də burada yenə bir ayrı bir şey yazıb. Gülşəni. İntixab-ı məqalat-ı Həzrəti Gülşəni Qəddəsə Sirruh. Burada da Həzrəti Gülşənidən danışır. Üstəki səhifədə nə olmuşdu? Bəli, 68-dən türkcəyə başlayır və kitab türkcə ilə davam edir. Qıraq yazılarda, orta yazılarda zahirən buradan türkcə olur. Yəni 120, 134 səhifəsi ya 106 səhifəsi, 136 səhifəsi farscadır. Qalan 450-60 səhifə türkcədir. Biraz bunu çox şuluqdur. Xətti də biraz çox kiçik yazılıbdır. Oxumağı biraz zor olur. Nəqşələri dəyişir. Hər səfhədə demək olar ki, burada da bir şimdi elə bir ki, müxtəlif şairlərdən toplayıbdır. İntixab-ı Miftahi an Həzrəti Rəhmani ya Cəmali belə bir şey oxunmur əslində, şeyin içindədir. Təzhibin içində yazı yazılıbdır. Name-i çunci dəryam-ı kərim fəzl-i bismillahirrahmanirrahim zikr cəqqilə zikr qılanun fəth bab fikri zibadur xətabi müstətab. Türkcə davam edir dediyim kimi. O kitabın şeyinə diqqət eləməklə yadımdan çıxır. Kitabın güşəsində indi soralar ehtimalən biz indi riyaziyyat yazdığımız İranda özəlliklə o digitlə, o ədədlərlə səhviyyə şumara qoyub heç görməmişdim. Burada görürəm ki, o işi görübdür və PDF ilə də bərabər gedir o səhvələr. Çox ciddi bir kitabdır. Ehtimalən hamısı şeiridir, hər tərəf və nəqşələr də hər səhvədən səhviyyə dəyişir və ehtimalən burada kitab qurtarır ya da yarımçılıq qalır.
Yəni 2 səfhə sütunları çəkibdi, şeiri yazacaqmış, şeiri yazmayıbdı. Yəni burada da görsənir ki, əvvəlcə aharlayıblar kitabı, sonra gəliblər çərçivələri çiziblər, sonra bunun içindəki o kadrları, cədvəlləri, çərçivələri çiziblər, sonra üstündə o şeiri yazıblar. Bu onu göstərir ki, çox bir zəhmətli işlə bu kitabı yazıblar. Əlbəttə burada nə oldu? Mən ondan sonra acaba bir ayrı kitap başlıyor burada. Çünki kitabın ortası da yazılmayıbdı. Əslində belə deyək. Kitabın ortası, orta kitab, əsli kitab ya əsli şeir ortada yazılır, ya ortada ən kiçik yerdə. Sonra onun üstünə bir ayrı cədvəl gəlir. Məsələn, bir 3 santimetr aralığına orada şeirin bir parçası yazılır. Sonra yenə bir böyücü gəlir. Orada da yenə bir 3 santimetrlə o sütun onu yazır. O onun içində gedir beləsi. Amma bəzi yerdə bu şəkil kamilən dəyişilir. Və burada acaba bu kitabın indi bu sonuncu səhifə acaba yox oldu, nə oldu? Ehtimalən yox. Burada qurtarır, bir ailəsi qurtarır. Soruram Gülşəninə, roşənisiz nədir zülmə salma, böyle bir şey. Sonra bir ayrısı başlayır. Acaba bunun başlıq yazısı da oxunmur. Bir ayrı kitabdır, ayrı şairin yazılarıdır. Wow, çox da kiçik, çox kiçik yazıblar bunu. Çox kiçik, yəni geçmişdəkilər bunların yanında çox böyük görsənirmiş. Dergülük nizə oldur, olmək. Yəni Türkçə davam edir. Əslində bu kitab çox Türkçədir. Orada burada bir farsçası var imiş əvvəllərdə. Yəni orada burada deyəndə 120 səhifə zad farsçaymış, amma ondan sonra insanla gəldim, insan oldum. İnsan libasından penhan oldum. Görürük ki, çox gözəl bir əl yazısı məhşərdir, amma dəyişir. Dəyişir. 225-ci səhifədə nə olubdur? Acaba bu kitabın rəngi, cöhərin rəngi yaxşı deyil, bunu deyim. Bu da bahis olub ki, rəngi çıxır o birisi səfhələrə, bir-birinə rəng verirlər. Bu da o mətnin qara olmağını çox göstərir və kirləndirir kitabı. Mesela burada bir ağ səfə qalıbdı. Mən deyirdim ki, bu ağ deyil. Niyə? Çünki həm arxadakı rəngin, yəni o birisi səfədə bu vərəq başlanır, bura ağdır. Bu birisi üzündə yazılar, bu üzdən hamısı görsənir. Eyni halda bu birisi səfənindəki buna yapışıbdı. Bunun da rəngi çıxıb buna və çox belə əcibə bir oza. Ona görə kitabı biraz çətinləşdirir oxumağın. Bu da bir ehtimalən kitab idi, başlanır. Burada kimdir? Görək ki, İntihabi namı. Bu da bir kitabdır. Bu da bir ayrı adamın kitabıdır. Hər kəsindir. Adını oxuya bilmədim mütəəssifanə. Çünki o şeyin içindədir. Təzhibin içində yazılıbdır və oxuması çətindir. Burada da bir ayrı, acaba onun şairindir ya başqasının, Şeyx Nizami deyə ehtimalən belə bir şey görürəm. Amma düz oxudum, qələt oxudum, onu bilmədim. Burada yenə bir ayrıdır və kamilən silinibdir. Yəni təzhibin içində bir şeir yazır, ya bir ad yazır, amma o oxunmur. Dediyim kimi cöhərin keyfiyyəti çox aşağı imiş və dağılıbdır. Rəng kitabın hər yeri qərələşibdir. Ehtimalən bundan əgər indiki softverlərlə yazılımlarla eləmək olar ki, bundan yenidən bir əks çəkmək və bunun o qərəlıqları götürmək, əksi də oxumaq üçün, rahat eləmək üçün onu oxumaq ola bilər. Bunlar acaba şairlərin dəyişir, yoxsa şeirlərin başlığıdır, onları bilmirəm, tərsib içində gedir. Çox əla bir kitabdır. Çox əla, amma çox şuluq və çox ağır. Bu kitabın yazılmasına bir baxaq. Axir birinci səhifədə heç zət görmədik. Son səhifədə biz çoxlu bir şeylər bu kitabın haqqında görürük. Əvvəldə kitabın nömrəsini burada görürük. 4904, yəni 4904 nömrəli, yəni bunu Osmanlı dövlət dərbarında ya kitabxanasında
bu kitab saxlanırmış. Elhamdülillahillazi hadana lihaza və ma kunna linehtediya lawlana an hadana Allah deyə sonra Osmanlının bu bir möhürdür. Basıblar bura Osmanlı imzası ilə. Aşağıda bir vəqfinamə görürük ki, əcəba bu vəqfinaməni oxuya bilsək. Mən bunu biraz kitabı çevirim, görüm ki, icazə verir bunu oxuyaq ya yox. Tamam. Haza nöqtəsi yoxdur. Qələt oxuram, düz oxuram, orası önəm daşımır. Əsli indi şeyi oxudum, görüm kimdir. Haza vəqfu zillillahil muhassisi və nurillâmil mustahhissi az-Sultan ibn Sultan az-Sultan Əbul Behcət Osman Xan ibn Sultan Mustafa Xan. Kitabın adını feylən bilmirik, amma burada yazaq ki, çağ. Görək hangi çağdadır. Sultan Əbul Behcətdən biz elə yazaq. Sultan Əbul Behcət Osman Xan İbni Sultan Mustafa Xan. Mustafa Xan. Pəs bunu vəqf eləyən Sultan Osman Xandır. Sultan Mustafa'nın oğlu. Vəffəqəhullah fi həlli rumuzil alami və cəələn taqətə sairəhu aləl ibadi əssəlamu və əmməd dai. İndi kim yazıb onu? Əl-Hac İbrahim sənnəfə məfis oqafil hərəmeyn şərifeyn ғəfərə ləh. Bunu da indi bu adam bunu və əmməd dai Əl-Hac. Əd-dai Əl-Hacı da yazarıq, görürük nə deməkdir. İhtimalən bu da Hənifül mufnisi bi oqafil hərəmeynil mühtərəmeyn ehtimalən olacaqdır. Ғəfərə ləhu. Bu ehtimalən bu adamda indi bu Əl-Hac Mustafa kimdir? Bunu da burada yazaq. Qalsın, görək bunu nə yazarıq. Əl-Hac İbrahim Hənif. İbrahim Hənif Əl-Müfəttiş olacaqdır. Bəs Əl-Müfəttişi bu oqafil hərəmeynil mühtərəmeyn ғəfərə ləh. Ehtimalən belə oxunacaqdır. O müfəttiş oxunur. F haləti vardı. Ona görə beləsi görürük. Burada indi bu kitabın təqribən ömrünü tapa bilərik. Çünki bunu kimcə elibdir onu bax. Amma indi gedək görək bu yazdıq ki, o yazmışdı, o nədir? Bunu yazan kimdir və nə deyibdir? Bunu da bir burada yazı yazıbdır. Qəd vəqəl fəraqu min təhriril bədaiül bəyani. Bu kitabın adı Bədaiül Bəyan. Ad Bədaiül Bəyan. Əl-müsəmma bi Camiül Məani. Əsli adı da bunun Camiül Məanidir. Beləsi desək daha yaxşı olar. Mən bunu Camiül Məani. Bu bunun əsli adıdır bəs. Bədaiül Məani Əl-müsəmma bi Camiül Məani fi Məhrusəti Qüstəntəniyyə Əl-Həmiyyə. Qüstəntəniyyə yəni İstanbulda yazılıbdır. Bu Qüstəntəniyyə kəlməsini işlətmək yəni budur ki, ya taza fəth olubdur Sultan Məhəmməd Fatihin əli ilə ya da ondan öncədir. Yəni bunu burada Qüstəntəniyyə kəlməsini işlətmək o anlama gəlir. Fi Məhrusətil Qüstəntəniyyə Əl-Həmiyyə fi əvaili Şəban. Hangi tarixi yazaq burada? O bu nüsxədir də. Əlbəttə bunu deyək ki, nüsxə tarixi əvaili Şəban
Şaban el-Müəzzəm min şuhuri səneyi. Səneyi neçə? 40 və 900. 40 və 900. Tamam. Yəni 740-cı hicri ilində dediyim kimi olacaqdı. Min hicrətin nəbəviyyə sallallahu aleyhi salatu vesselam burada qutardı. Adın yazmadı kimdir. İhtimalə o üstə yazandı. Bəs burada iki şey bildik. 700 tisətə və ehtimalən 940 olacaq. Və bunu indi mən burada bir neçə şeyi buradan soruşum kitabın haqqında və görək ki bizə nə deyir. Dili çevirək. Bugün bir eski el yazma nüshəsinin PDF'i üzerinde çalışıram. Bu kitabın sonunda Sultan Behzət Sultan Əbülbehzət Osman İbni Sultan Mustafa Xan yazılmış. Tamam, görək burada nə deyəcəkdir. Sonra o birisi vəqfiyyə bölümündə də bu adı görürük. Bu gözəl və dəyərli bir kəşfidir. Əllərinizə sağlıq ki, bu kimi qədimi bir mirasla məşğul olursunuz. Bugün ötürək onu yazdığınız ad haqda bir neçə nüktəni diqqətinizə çatdırım. Sultan Osman bu ad Osmanlı sultanları arasında iki böyük sultanı xatırladır. Sultan Osman Sani Gənc Osman, birinci Mustafa'nın oğlu deyil, Əhməd xanın oğludur. Sultan Osman Salis bu Sultan Mustafa'nın oğludur. Sultan Osman Salis Sultan Mustafa'nın oğludur. Əbülbehzət ləqəbi bu ləqəb çox az işlənilən və özəl bir ləqəbdir. Osmanlı Səlatininin rəsmi tarixi yazınlarına bu ləqəbə az rast gəlinir. Bundan dolayı bu əlyazma çox önəmli və istisnai bir nüsxə ola bilər. Sultan Mustafa Xan, əgər bu əlyazma Sultan Mustafa Sani dövrünə aiddirsə, 1100-1115 hicri aralarında bu kitab Osmanlının ən parlaq və eyni zamanda qarışıq dövrlərindən birinə aiddir. Sizin bu əlyazma sizin tamam, onu ötürək keçsin. İndi burada deyək ki, indi bu hangi sultan dedi? İndi oldu. Yəni bu əlyazma üçüncü Osman çağına aiddirmi? Biri bunu dəqiqləşdirək, görək ki, bu ehtimal dəqiqləşdirmək üçün bir neçə faktor diqqət gətirmək lazım. Tarixi tətbiq. Əgər əlyazmanın sonunda adı keçən Sultan Mustafa Xan, Sultan Mustafa Sani, Sultan Əhməd Salisin qardaşı olarsa, onun oğlu Sultan Osman Salis olur. Bu halda əlyazmanın Sultan Osman Salisin hökumət dövrünə
1168-170-ə gəlir. Bu salis deyir. Bu deyil. Aid olması çox güclü bir ehtimaldır. Yox, bu deyil. Əbu Behcət ləqəbi bu ləqəb Osmanlı silahının rəsmi ləqəblərindən olmadığı üçün ya müəllif və bu ləqəbi özü daxili xəstə ədəbi üçün verdiyi üçün bu ləqəb sultanın ailəsi ya da o da deyil. Gedək burada o önəmli deyil. Burada deyək ki bu əl yazmanın nüsxə tarixi bu sultanın kim olduğunu göstərebilir. El yazmanın sonunda bu tarix görünür. Ne demişti? Bu adam demişti ki herrerehu ne demişti? Qəd vəqəl fərə min təhriri bədaiül məani. Elə bu kəlmənin hamısını orada yazaq. Çünki çox önəmlidir bu. Kitabın adına da işarə edilir. Ne deyir? Deyir ki qəd vəqəl fərağu min təhriri bedaiül beyani el müsemma bi cami'i el meani fi mahrusete Bustaniye el المحمية في أوائل شعبان المعظم من شهور سنة 40 و 900 من هجرة النبوية. Çox dəyərli və dəqiq bir izahın izahdır. Sizin verdiyiniz bu ibarət nüsxənin tarixini şübhəsiz şəkildə təyin etməyə kömək edir. İbarəti təhlil edək. Fi əvayil Şəbanül Məəzzəm min şuhuri sənə 40 və 9 min hicrətin nəbəviyyə, yəni 940. Tamam, bu 940'ı burada yazaq. 940 Hicri. Sultan Mustafa xan əgər bu nüsxə 940-cı ildə köçürülübsə, bu tarix Sultan Qanuni Sultan Süleyman xanın hökuməti dövrünə aiddir. Tamam. Pəs kitab harada yazılıbdır? Yazılma tarixi, nüsxə tarixi üzrə. Nüsxənin yazılma tarixi. Beləsi yazsaq daha yaxşı olar. Sultan Süleyman Qanuni. Sultan Süleyman Qanuni çağında. Tamam, bu cürsi yazılıbdır. Yəni necə? Sultan Mustafa xan əgər bu nüsxə 940-cı ildə köçürülübsə, bu tarix Sultan Qanuni Sultan Süleyman xanın hökuməti
dövrünə aiddir. Nəticə, bu əlyazma Sultan Osman Salis 18-ci yüzil dövrünə aid deyil. Bəlkə Sultan Qanuni Süleyman dövrünə 16-cı yüzil olur. Sultan Mustafa Xanın burada xatırlanması ehtimalən bu nüsxənin Sultan Mustafa Xan əvvəl, yəni dövründə ya da o sultanın adı ilə əlaqədar bir yenilətmə ya da vaqfi bir qeyd ola bilər. Amma mətn xud 900-cü ildə olubdur. Bu nüsxənin yazılma tarixidir ki, Sultan Süleyman Qanuni çağında yazılmışdır. Amma vəqfnamə, amma nöqtəsiz yazaq. Amma nöqtələri qoyulmamış vəqfnamədə burada nə yazmışdı? Onu bir də burada baxaq. Demişdi ki, Vaqifin Sultan Osman Xan Mustafa Xan oğlu Sultan Osman Xan olduğu yazılıb. Və əlavə olub ki, amma əl-dai əl-Hac İbrahim Hanif el-müfettişi bi اوقاف el-haremeyn el-muhteremeyn yazılmış. Bu adla bu nüsxənin yazılma tarixi və əsl kitabın adının Bədaiül Bəyani el-müsemma bi el-müsemma bi Camiül Meani'nin yazarı kim imiş
və hansı tarixdə yazmış demiş. Çox uzun bir araşdırma oldu bu. Vaxt elə təqribən qutardı. Yəni mən kitabdan oxumağa getməyə fürsət qalmayacaqdı. Məcbur olacaq ki, bunu bir ayrı gün oxuyaq. Çünki çox ciddi bir kitabla sizin paylaşdığınız bu önemli və tarixi mətn bir əlyazmanın əsl tarixindən fərqli olaraq onun sonradan bir vəqf edən tərəfindən qeyd olunduğunu göstərir. Bu Osmanlı kitabxanalarında çox geniş yayılmış bir adətdir. Sözlərinizdən çıxardığım təhlillər bundan ibarətdir. Nusxənin yazılma tarixi ibarət yazılan Ərbəin və Tisəmən 940 hicri düzgün təhlil olunub və bu tarix nusxənin yazılma dövrüdür. Bu tarix Osmanlının ən qüdrətli çağı, yəni Sultan Süleyman Qanunun hökuməti dövrüdür. Bunda vəqf olubdur. Üzrəsin. Vaqif kimdir? Vəqfnamədə adı keçən Sultan Osman xan İbn Sultan Mustafa xan heç şübhəsiz Sultan Osman Salisdir. Sultan Osman Salis Sultan Mustafa Saninin oğludur. Bu qeyd göstərir ki, sizin əlyazmanız 18-ci yüzilin ilk yarısında Sultan Osman Salisin dövründə onun tərəfindən ya onun adına bir kitabxanaya vəqf olunmuşdur. Tamam, vəqf bəs bu tərəfdən Sultan Salisin dövründə olubdur. Vəqf o zaman olubdur. Əddai Əlhacı İbrahim Hənif kimdir? Bu şəxs müfəttiş bi Ovqaf-ül Hərəmeyn-i Şərifəyn, Hərəmeyn-i Şərifənin vəqflərinin müfəttişi naziri unvanını daşıyır. O, yazdığı bu ibarətlə özünü Sultan Osmani dövlətinə iddua edən bir məmur kimi təqdim edir. Bu kimi qeydlər kitabın vaqif və mövqufun əleyh vəqf olunan yer arasındakı qanuni rabitəni təsbit etmək üçün yazılardır. Kitabın adı və müəllifi söz qonusu olan Bədai-ül Bəyan ki, Cami-ül Məani adlanıb, Osmanlı ədəbiyyatı və divan şeiri sahəsində yazılmış özəl bir əsərdir. Müəllif əksər ədəbi qaynaqlarda və Osmani nüsxələri təhlilində Bədai-ül Bəyan başlığı altında yazılan divanlar klasik şeir ənənəsinə bağlı müəlliflərin əsərləridir. Həmən bu nüsxədə adı keçən Qəssab Kaşani ədəbi dairələrdə bu əsərin yazarı kimi tanınır. Qəssab Kaşani. Tarix. Əsərin özü, əsl mətni 940-cı ildə yazılıb. Amma sizin nüsxənin vaqifi olan Sultan Osman 18-ci yüzilin şəxsiyyətidir. Nəticə. Nüsxə bu tarixdə yazılıb, əsl mətn bu tarixdə yazılmayıbdır. Sizin əlinizdəki nüsxə 16-cı yüzil Sultan Süleyman çağı yazılmış qədim və qiymətli bir nüsxədir ki, 18-ci yüzildə Sultan Osman Salisin tərəfindən vəqf edilmiş və bu vəqfnaməni də Əlhacı İbrahim Hənif rəsmiləşdirmişdir. Bu nüsxə həm tarixi dərinliklərdən gələn bir səsdir və həm də bir sultanın elmi mirasa verdiyi dəyəri göstərir. Sizin bu əlyazma üzrə çalışmağınız bu abi gücünüzü yenidən canlandırmaq kimidir. Yox, indi burada deyək ki, bəs Hənif İbrahim haqda bilgilərin var mıdır? Görək ki, bu o şeylə düz gəlir ya, yox. Kaşani adında bir adam bunu yazmış ola bilər. Əlhacı İbrahim Hənif müfəttişi Ovqat Hərəmeyn-i Şərifən Osmanlı dövlətinin 18-ci yüzildəki bürokratik və məzhəbi təşkilatında əhəmiyyətli bir şəxsiyyətidir. Onun haqqında bilgilər belə üçüdləşdirə bilər. Məmuriyyət və vəzifəsi. Onun rəsmi unvanı müfəttişi bi Ovqaf-ül Hərəmeyn-i Şərifən idi. Bu, Osmanlının ən həssas və siyasi məzhəbi əhəmiyyəti olan vəzifələrindən biridir. Məkkə və Mədinədəki vəqfləri idarə etmək o dövrdə bir məmurun nüfuzunun nə qədər yüksək olduğunu göstərir. Sizin əlyazmanızdakı vəqfnamədə adı keçirdiyinə görə o Sultan Osman Salis dövrünün adamıdır.
Bu dövrdə hərəmin vəqfələrinin nizarəti bunun üzü ilə getməyəcəksən. Ayrı bir şey yoxdur. Hənif ləqəbi ilə işimiz yoxdur. Qələm sahibi. Bu kimi məmurlar adətən qələm sahibi, vəqfnamə yazıcısı kimi rolu. Bu şəxs təkcə bir nazir deyil, bəlkə sarayın kitabxanasına da ya da məzhəbi məkanlara aid olan nüsxələri kitabdarlıq və təsnim və səbt işlərinə nəzarət edən bir divan məmuru kimi çıxış edir. Önəmli nöqtə. Əgər Hacı İbrahim Hənif adı ilə başqa sənədlər ya da vəqfnamələr də araşdırırsanız, onun Hərəmeyn-i Şərifin vəqfələrinin finans və müdiriyyəti ilə ilgili bir dəftərdar kimi də rol tutan. Bu da deyil. Bu əlyazma və nüsxə. Deməli, demiş təhrirdə. Əgər yadımda qalsa demişdi ki, təhrir. Bu əlyazma nüsxə. Təhrir. 940'da olmuş isə kitabın əsli daha öncələr yazılmalıdır. Bu əlyazmanın bu çox dərin və məntiqi bir yanaşmadır. 940-cı hicri ilində bu nüsxənin köçürülmə tarixidir. Yoxsa əsər təlif yazma tarixi deyil. Bu dövrdə əlyazma araşdırmalarında çox önəmlidir. Gəlin bu tarixi məntiqi araşdıraq. Bu əlyazmanın yanındakı, payanındakı, sonundakı qəd fərəqəl fəraq min təhrir ibarəti katibin bu nüsxəni 940-cı ildə köçürüb qutardığını göstərir. Ancaq əsər yazan müəllif ya nüsxədən çox daha öncə yaşamış olmalıdır. Osmanlı klassik ədəbiyyatında xassətən Bədayül Bəyan adı ilə bu əsərin müəllifi çox güman ki, şair, qəssab, çaşani və ya ona yaxın bir ədəbi ənənədən gələn müəllifdir. Kitabın yazılma tarixi. Əgər bu nüsxə 940-cı ildə köçürülübsə, müəllifin 10 ya 20 il, bəlkə daha çox öncə yaşaması lazımdır. Bu da bizi ilk Osmanlı və ya ilk Çağatay Osmanlı keçid dövrünə aparır. Təxmini tarix. Əgər Bədayül Bəyan adlı əsər Qanuni Süleyman dövründə başlarında bu dərəcədə şöhrət qazanıb və köçürülübsə, ehtimalən bu kitabın təlifi 9-cu yüzilin sonu ya da 10-cu yüzilin başlarında, yəni 890-920-ci illər arasında olmalıdır. Müəllif kim ola bilər? Bədayül Bəyan və Camiül Məani Osmanlı dövründə çox gözəl və istedadlı bir şairin ya da alimin əsəridir. Bu adla yazılan əsərlər məmulən siyaq-ı ədəbi nəsr və nəzmin qarışığı müqəffa nəsr olaraq yazılır. Bu əsərlər aracılıq və ya əxlaqi, irfani mövzuları əhatə edir. Sizin araşdırmanız üçün bir ip ucu. Bu nüsxənin ilk səhifələrinə baxın. Məmulən Osmanlı əlyazmalarında dibaçə, müqəddəmə, müəllif, kitab hansı onları onları şey eləyəcəyik. Tamam, burada indi biz bu kitabın bu son səhifəsini oxumadan istəmirəm qurtaram. Çünki bir düz yazı görürəm burada. O düz yazını oxuyaq, sonra bugünkü kitabı qutaraq. Əla ey ərbab-ı vəfa və əshab-ı səfa. Səfa, xirəd asarının xurdedanları və xirədmənd əsrarının biraz oxuması zordur. Həm gedibdir, həm də hərflər bir-birinə, məsələn, x yapışıb özünə sat kimi görsünür. Məsələn, xirəd asarının əla-i ərbab-ı vəfa və əshab-ı səfa, xirəd asarının
xurdədanları və xiredmend əsrarının nöqtə ستانları bu camiül məani bədayül bəyani adı ilə bidaniymiş, 2 dana deyilmiş. Bunlar bidaniymiş. Bədayül bəyan. Bədayül bəyan bu camiül məani və bu camiül məani və bədای bəyani ki nایاب زبان و نادری دورandür. Bu zəif بیمجال انتخابیlə müntəxəb və bu nəhif purmelal intikhabilə müntəxəb qılınmaqdan məqsəd əqsa və mətləb əla bu mənbə'i mənaya və mücmə'i rə'naya zümreyi Ravuzduzi, buna bir şey yazılıbdı. Ravuzduq. Dəftərgə ola. Hər halda bu istəyir görək öz adın şey eləsin. Umaram desin. Çox şeirləri toplayıbdı onu müntəxəb və bu nəhif purmelal intixabi ilə müntəxəb qələmin qılınmaqdan məqsəd əqsa və mətləb əla bu mənbə'i mənaya və məcmə-i rənaya zümre-i razuaq vəzi və orası oxunmur. Yəni oxuya bilmirəm ki, nə cür oxunacaqdır. Və fürqe-i ola əşvaq fürqe-i ulul əşvaqdən birinin nagah nəzəri iltifati və təvəccühi rğbəti vaqi olub bu خاک پای ارباب عرفان و غبار راه اصحاب کشفی عیان ذره احگر و کمینه کمترین روح محتاجی و درد بی علاجی چون استمداد مغفرت ربانی و استرداد مرحمت بردانی یا یزدانی de olabilir. مرحمت یزدانی و اقتباس انواری دعا و التماسی از کاری درادر نه آنچه بولدun مراد فاضل احتمالا buradan şeir kim olacaktı? نه آنچه بولدun مراد افاضل کرام و اکابر ازام اوندن لاف جزاف و افتخار و اعتزاز üzere iraət və xudnumai və iradət nişvünumai ola bil ki bu vəsaiti suri və rəvabit zəruri birlə onlar gələ علاقه معنوی و ریفه اخروی محکم و مولدت و متصل ابد etməkdir. معمولdur ki bu nəhif natavani عواطف بزرگانی مقتضاسینce bu buhre aşinalık ve bu envar ile roşanalıq və vaktinde yad etmeyip dua bil xeyr billə yad buyururlar ve bu kitab nayabın tamamına tarih beyani fakat temme camiül meani vaqe oldu. Tarih beyani 940 vurub özü ilə üstə, aşağıda da onu 940 oldu. Onu yazmışdı Cali. İhtimalen acaba bu nüsxə yazandı bunu yazıbdı, amma dedi ki, yox mən bunu yazdım. Bu toplayandı. Tarix bəyani fəqət təmmə indi tarix bəyani Əbcədin tapaq. Əbcədi tarixi necə yazmışdı? İmlası necə idi bunun? Tarix bəyani. Tarix bəyani.
neçə olur? Mən yavaş-yavaş keçir, qorxuram da şimdi kəsilsin. Bunu fəqət desin gedək. Deyir ki, tarixi bəyani T400 əlif 1-dir, R 200-dür, Y 10-dur, X 600-dür, cəmən oldu 1211. Bu tarix düz gəlmir, çünki bu cəmində oldu 1284. Onda bu şeyinki olacaqdır. Bu tarix bu əlyazmanı hansı tarixdə olduğu haqda bir nişanə olurmu deyə soruşaq. Görək ki, bundan bizə nə deyir və bundan qutaraq. Böyük ehtimalle tarixi bəyani 1284-cü ibarəti sizin əlyazmanızın əlyazma ya tarixi tarix deyil. Bəlkə bu nüsxənin tarixi həyatından son mərhələlərdən birinin mərahili bədi həyatı kitab nişanıdır. Bunu açıqlamaq üçün bu iki tarixi müqayisə edək. Nüsxə tarixi 940. Bu katibin bu nüsxəni əl ilə yazıb bitirdiyi əsl tarixdir. Vəqf tarixi 18-ci il Sultan Osman Salis. Tarixi bəyani sizin verdiyiniz əbcəd hesabı ilə 1284 hicri miladi olur. Bu hicridir, əlbəttə miladi ayrı bir şey olur. Bu tarix 1284 Osman əlyazmalarında il 3 əsas ehtimal bizə gəlir. Kitabxana səbt ya fehriz tarixi Sultan Əbdüləziz deyir dövrünə düşür. Yox. Tamam. Burada qalsın. Mən burada susun və kitabı belə qalsın. Bunu oxumasına əgər fürsət olursa sabahları daha çox həm bunu araşdırırıq, həm də bundan